Bir neçə gün öncə Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İnzibati ərazi idarəsi üzrə nümayəndəsi vəzifəsində çalışan Ruslan Şahbalayevin rüşvət alan görüntüləri yayılıb. Gizli lentə alınan həmin video görüntülərdə Ruslan Şahbalayevlə Elxan adlı şəxs arasında gedən danışıq və sövdələşmənin sonunda digər tərəfin ona 50 min manat vəsait verdiyi məlum olur. Quba rayon İcra Hakimiyyəti məsələ barəsində açıqlama yayıb. Daha anlamlı bir formada təsvir etsək, Quba rayon İcra Hakimiyyəti məsələ barədə suya yuxu danışıb desək daha doğru olar. Açıqlamada belə qeyd edilir. Yayılmış görüntülərlə əlaqədar müvafiq araşdırmalar aparılmışdı. Hazırda Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İnzibati ərazi idarəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şahbalayev Ruslan Temiroğlu 2019-cu ildə tanışı Elxan adlı şəxsin xahişi ilə Hacısönlü kəndində vətəndaşa məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satın alınmasına vasitəçilik etmişdi. Alqı-satqı prosesi baş tutmadığı üçün alınan vəsait geri qaytarılmışdı. 03.01.2021-ci il tarixindən 03.04.2024-cü il tarixinədək Şahbalayev Ruslan Temiroğlu Quba rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdürü vəzifəsində işləmiş. 03.04.2024-cü il tarixində isə tutduğu vəzifədən azad edilərək Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İnzibati ərazi idarəsi üzrə nümayəndəsi vəzifəsinə keçirilmişdi. Ya bu absurd və naməlum açıqlamanın məsələyə aidiyyəti yoxdur, ya da bu açıqlamanı yazıb hazırlayan şəxsin Quba rayon İcra Hakimiyyətinə. Açıqlama sanki baş verən proseslərdən əvvəl kimlərin isə Ruslan Şahbalayevə olan dosyanın münasibətləri qarşılığında hazırlanıb cibinə qoyulub ki, ehtiyat igidin yaraşıqdır. Nə vaxtsa başına belə bir iş gəlmiş olsa istifadə et. Heç olmasa bu açıqlamanı hazırlayarkən Ruslan Şahbalayevin özünün mətbuata verdiyi açıqlamanı diqqətə alardı. Həmin adam mənə heç qara sənə əlaqəsi yox, mənə şəxsi pul verib, o nə şeydir o, borc verib onu mənə, o başqa tamam bambaşqa şeydir. Quba rayon İcra Hakimiyyətinin bu açıqlamanı tərtib edən məsul şəxsi və yaxud şəxsləri isə Quba rayon İcra Hakimiyyətinin dövlətin rayondakı ən yüksək inzibati idarəetmə strukturu olduğunu, Ruslan Şahbalayevin də bir dövlət məmuru olduğu reallığını unudub, məsələyə bir məişət və bazar üslubunda münasibət bildirib. Alqı-satqı baş tutmayıb və Ruslan Şahbalayev də vəsaiti geri qaytarıb. Necə deyirlər, sanki kimsə gecə yuxusunu dəryalara, çaylara danışır. Ruslan Şahbalayev hazırda Quba rayon İcra Hakimiyyəti başçısının ən böyük inzibati ərazi idarəsi olan Quba şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsidir. Bu utopik açıqlamanı yazıb tərtib edən, elan edilməsini təsdiq edən şəxslərdən həmin video görüntüləri yenidən izləyib, Ruslan Şahbalayevlə sözü gedən Elxan adlı şəxs arasında gedən danışığı bir daha dinləməyi tövsiyə edirik. Kimlər üçünsə məsələnin mahiyyəti və yaxud şəxsin subyektinə olan münasibəti onun təmsil olunduğu yerin hörmətindən və izzətindən dəyərli ola bilər. Bu açıqlama və münasibət bizim üçün də heç bir xüsusi əhəmiyyət kəsb etmir. Amma bu qədər açıq və aydın bir fakt qarşılığında İcra Hakimiyyəti adından belə bir açıqlamanın verilməsi həm də qeyri-peşəkarlıqdır. Netin altına keçənə Özü də dedi ağlar, dedi ki... Onu mən dedim, onu mən daha başında dedim o forma. Hadi, tikinti olmaz, prosto istifadəyə verilir, parkovka kimi istifadə edilir, o da 49 illik. Maksimum nə qədər vermək olursa... Nə qədər icarə müqaviləsi, aylıq, illik... Hadi öbür götürəcəm, bildim, bələdiyyən pul götürəcəm. Sözünüzü mən əvvəlcə dedim ona ki, ora, bələdiyyə işləmişdir. Əvvəlcə çox istədim. 60-dən işlədim, üstada əldə dedi. Dedim, yox, rəhbər dedi, bu budur. Sonra 50 ona dedim, sən bunu 40 da buna, gördüm və rəhbər dedi ki, orada bir heklardakı artırılacaq, ona əlavə edəsin. Bir dənə üstündə yoxdur axı. Ha, verəcəm, bir dənə məndə də, üstündə yoxdur.